Bismillahirrahmanirrahim. Salam əziz Qiyam televiziya izləyiciləri. Bizim bugünkü mövzumuz ana südünün tərkibi, mineral maddələr, dəmir. Ana südündə dəmir atom şəklində təmsil olunur. Dəmirin zəruriliyi onun anemiya əleyhinə roluna görədir. Onun miqdarı ana südü və inək südündə eynidir. Amma onların arasında mühüm bir fərq var. Bildiyimiz kimi, dəmir uşağın bağırsaqlarında sorulur. Uşağın bağırsaqlarından inək südündə olan dəmirin yalnız 10% sorula bilir. Lakin ana südünün tərkibində olan dəmirin hamısı uşağın orqanizmi tərəfindən mənimsənilir. Süni qida ilə qidalanan uşaqlar isə dəmiri tam ala bilmirlər və onlarda anemiya əmələ gəlir. Yalnız ana südü ilə qidalanan körpələrdə dəmirə olan tələbat tam ödənir və onlar 6 ay ərzində anemiyadan qorunurlar. Əgər ana övladına uzun müddət süd verərsə, bu qoruma uzun müddətli ola bilər. Kalsium və fosfor. Ana südündə kalsium və fosfor körpənin ehtiyacı qədərdir. Amma inək südündə bu elementlər 4 dəfə çoxdur. Bu isə körpənin böyrəklərində əlavə çətinliklər yaradır. Bundan əlavə inək südündə olan kalsium çox miqdarı ifraz olur və onun çatışmazlığı sümük sisteminin inkişafını pozur. Vitaminlər. İnək südü B qrupu vitaminləri ilə zəngindir. Amma onun tərkibində A, C vitamini olduqca azdır. Bəzən həkimlər yaxud ana özü istəyir ki, körpəyə C vitamini ilə zəngin olan meyvə şirəsi versinlər. Amma bunu bilmək lazımdır ki, bu vitamin ana südündə körpənin ehtiyacı qədərdir və 6 aydan öncə ana südü ilə qidalanan körpəyə belə şeylər vermək lazım deyil. Ancaq süni qida ilə qidalanan uşaqlara bu vitamini təzə meyvə şirəsi şəklində vermək olar. Əgər ana A vitamini ilə zəngin olan yeməklərlə qidalanırsa, onda onun südünün tərkibində A vitamini olacaq. Hətta ana 2 yaşına qədər süd versə belə, onun südünün tərkibində A vitamini yetərincə olur. Ana südü, inək südü və quru süd. Bunlar arasındakı fərq. Ana südü bunlardan fərqli olaraq infeksiya əleyhinə amillər və körpənin boyatmasına lazım olan maddələrlə zəngindir. O digər qida maddələrinə nisbətən tez həzm olur və körpə tez acır. Bəzi analar elə güman edirlər ki, körpəyə südləri çatmır. Amma bilmək lazımdır ki, ana südündə həzmi yaxşılaşdıran maddələr və fermentlər vardır. Digər qida maddələrində isə bu fermentlər yoxdur. Buna görə də ana körpəsi tez acdığına görə narahat olmamalıdırlar. Bu təbii bir haldır və analar narahat olmağa dəyməz. Sizin südünüz ona kifayətdir. Ana südündə körpənin gözləri, beynin inkişafı üçün vacib olan yağ turşuları ilə zəngin daha münasib yağlar vardır. Bundan başqa, ana südündə yağların mənimsənilməsi üçün lipaza da var. Heyvan mənşəli süddə və süni uşaq yeməklərində əsas yaş turşuları və lipaza yoxdur. Ana südündə lazım olan miqdarda vitaminlər mövcuddur. Hətta əgər anada vitamin azlığı olsa belə, həkim ona əlavə vitaminlər yaza bilərlər. Ana südü ilə qidalananlarda xərçəng və diabet kimi qorxulu xəstəliklərə tutulmaq təhlükəsi çox azdır. Hətta əgər körpə soyuq dəyməyə tutularsa belə. Ana südü ona ən mükəmməl dərmandır. Amma inək südü və quru süd ilə qidalanan körpələr bu nemətlərdən məhrumdurlar. Hətta əgər doğrudan da ananın südü körpənin ehtiyacını ödəmirsə, əlavə yeməklərlə bərabər az da olsa ona ana südü verilməlidir.